Layihəmizin adı Qurağına davamlı əkinçilik və suya qənaətli suvarma üsulları. Bu birinci mövzumuz olacaq. Layihənin bu birinci mərhələsidir. Biz bu haqda danışmışdıq. Kimsə yazmaq istəyirsə, qeyd eləmək, mən o barədə sizə deyəcəm. Orada yağış yağır, sular çoxdur, amma onların öz problemi var, özünə aid. Biz hamısı bunun üstündə dayanabilir. Belirli götürəndə bu teri Azərbaycana aid bir problem deyil, qlobal bir problemdir. Nəyə özür bildirir? Suvarmada, suvarma suyunda defisit, belə deyək, bu nədən yaranır? Ondan yaranır ki, qlobal istiləşmə baş verir bu nədir. Siz yəqin ki, özünüzlə hissiniz ki, hətta qış aylarında bəzən temperatur bizim 30 il, 40 il, 50 il bundan qabaq öyrəşdiyimiz temperaturdan bir balaca isti keçə bilir. Biraz elə bir qalxın, nəsə dəyişmir. Son 100 ildə xüsusən nə baş verir? Bütün dünyada temperatur artırı uşaqları olur. Bütün dünyada. Və belə deyək də, məsələn, əgər 100 il ərzində hansısa yox, əslində olub, bilirsiniz, əvvəllər də olub, coğrafiya cəmiyyəti olub, müxtəlif elmi mərkəzlər olub, təbii ki, inkişaf etmiş oldu, amma artıq 200 ildir, 300 ildir bunlar qeydiyyatını aparırlar. Hər günün temperaturu, hər gün yağan yağışı, müəyyən qədər, bugünkü günkü mükəmməl olmasa da o qeydiyyatlar aparılıb və belə bir də ümumi bir nəticə gəlirlər ki, son 10 ildə, son 100 ilin ən isti 10 ili son 10 ildir. Mən orada biz belə deyək, özümüz müşahidə aparmaq üçün termometr qoyduq. Adətən havanın temperaturu kölgədə ölçülür. Biz güneş altında qoyduq. 56 dərəcə gəldi çatdı. Azərbaycanda deyil bu, təsəvvür ölçüsü də belədir. Ona görə də bütün dünya bu dəqiqə alimlər, tədqiqatçılar, qabaqcıl fermerlər həmsə axtarışındadır ki, bu dəqiqə nə baş verir? Belə bir dənə nəticəyə gəlirlər. Bugün su israf olunur və su israfının səbəbləri var. Səbəblərdən biri nədir? Əslində kanalların olmamalıdır. Nədə olmamalıdır? Yəni, beton şəkilində kanallar çəkilsə, suda israfçılıq olmur. Belə boşluqlara su, necə deyirlər, çox... İki çox gəlir. Tamamilə doğrudur. Və ona səbəb olur ki, dünyada istifadə olunan su ehtiyatının 70% kənd təsərrüfatı istifadə edilir. Su gedib çatırsa və ənənəvi üsulla uzun müddət sulanırsa, foramlıqlaşma yaranır. Yox, su gedib ümumiyyətlə çatırsa və orada bitki örtüyü yavaş-yavaş məhv olur, o da nəyə gətirir? Səhralaşma. Nəsə sual var mı? Yox. Bu, mənim bilirsiniz, dünəndən bir şey var, aslında deyir ki, sinəşmə. Deyir ki, 40 il bundan qabaq olmuş istilər indi bu il gözlənilir. Heç 40 il bundan qabaq da olmayıb. İndi olacaq istilər. Bunun için istilik uşaqlanmaq. Biz vaxtilə belə deyik, 15 il bundan qabaq ağır torpağa vurdu, yandırırdı. Mən sizlə razıyam. O nədir? Atmosferdə də dəyişikliklər baş verir. Bayaqdan günəşin özündə də dəyişikliklər baş verir. Bayaqdan atmosferə birbaşa təsiri vardı, amma onun qarşısını olamadı. Günəşlə bizim aramızda. İndi o yoxdur. Bəli, azot təbəqəsi və digər təbəqələr də müəyyən qədər təsirlidir. Artıq onlar yoxdur və yaxud da 5 il deyil belə. Orada onlar onun qarşısını tam ala bilmir. Bu bir tərəfi var. Sonra ikinci bir tərəfi. Bu danışdığımız səbəblərdən ildə Azərbaycan ərazisi nə qədərdir bizim ölkəmizdə? 80. Sadəcə düşünüldü, onların haqqında preparatlardan uşaqlar sizdən əlaqə saxlayacaq.
bayağı bu işleri dedik. Bu benim için bile değil, global problemle danışır. Bu su qıtlığının yaranma səbəbləri. Global istiləşmə gedir bütün dünyada. Aydın. Şimal okeanın buzları gəlsin, yəni ərimə gedir. Ərimə gedir. Mənim üçün bir şey maraqlıdır. Yəni bunu sizdən bunu bir cavab almaq üçün bu sualı verirəm. Yəni məlumatlı deyiləm. O dərəcədə bilgim yoxdur. Belə deyək, keçmiş vaxtlarda hər şey stabil idi də. Məsələn, may ayında görürük ki, araz daşacaq. İstilər yaranacaq, dağlardakı buzlar əriyəcək, su gələcək. İndi bu qlobal istiləşmə ilə əlaqədar deyək ki, bu may ayına yox ki, keçib aprel, mart ayına. Əgər qlobal ya o birisi çaylar, yəni belə deyək də, su artımı görünmür. Bu qlobal istiləşmənin belə deyək də, ümumi dünya üzrə bunun təsiri var. Axı bu su deyilən şey ki var. Mən eşitdiyimə görə deyirəm, son elmin o elanları var. Yer kürəsindən bir damcı su belə bu kainatdan başqa bir kainata keçə bilmir. Bu kainatın suyu özündə qalır. Necə deyim, dəyişilməz şəkildə, tam şəkildə. Bəs burada biz niyə bu qədər əziyyət çəkirik susuzluqdan? Məsələ belədir. Hər şeyi tək su həll edər. Hər şeyə daxil. O olanlar mikro şəkildə mənim həyat bacamdakı ekosistem. Ola bilir mənim yaşadığım kənd ekosistemi, rayonun ərazisindəki ekosistem. Cənubi Qafqaz, ümumiyyətlə Qafqaza və bütün dünya ondan formalaşır. Mislər gəldi, 35-ci ilə qədər təxminən. Rəhmətli akademik Həsən Əliyevi Allah rəhmət eləsin. gözəl insan olub, gözəl də alim olub, həyəcan təbliğatlı bir kitabı var. Hətta yox, o latin qrafikasını yox, Kibri əlifbasını yazılır. Vaxtilə belə idi və nə qədər çox belə yaşıllıq var, ağac var, bitki örtüyü var, o qədər o nəmliyi özündə çox saxlayır. Heç olmaz siz quraqlığı da o qədər hiss edəmişsiniz və nəmliyidir. Bu dəqiqə çox böyük mən dəvət edirlər, bu yaxınlarda mən gedməliyim. Ot yox. Ot yoxdur nəyə görə? Ona görə ki, Avstraliya neydir? Avstraliya o oyunu torpaqları düzdür, amma ondan bir sonra 5 il ərzində. İkinin toxumları orada. Toxum təbii şəraitdə heyvanı buraxmıyorsun 5 ildə. Küləyin gətirdiyi, quşun ağzında gələn, vəhşi heyvanın nəticəsində gələn, onlar orada artıq o meşələşmə sistemi yaradacaqlar. Yəni bunu vəhşicəsinə istismar eləməyin nəticəsidir ki, bu günləri Qırğızistan qalır olmuyor. Problemi çözməyə çalışırlar. Mən də üstədildim vermişəm, deyirlər gəlmir. Amma Avstraliya belə deyir. Və beşən bunu yanı kollar. Kollardan sonra o dikimlər. Bunlar zaman keçdikcə heyvan dəmir atır. Daha çox sürüldür, torpağa qarışır, yağışlar yağır və getdikcə genişlənir. Gələn orada bitir, gələn orada edir. Meşə genişləndirməyə başlayanda qabarlarına olur. Yəni gedəcək. Amma qırmağa da başladıysa, elə bir meşə özü başlayır olmalı. Ona görə ki, köydə sevən bitkiləri sən böyrünü açırsın. Aydındır, o birisi ağzın böyrünü O birisi ağzın, belə həkim təsir artıq. damla effekti yarada haradasa təxmini aşağı yuxarı bizi alırlar. Bırak her heyvanlar. Ben Kurban Bayramı'nda bazara koymuşum. Ben kendi bir şeyde Sarıyla olanlar var, kırmızıyla olanlar var. Kırmızı tam berbat ediyor. Göylə olanlar var. Anladım. Göylə olanlarda susuz Arabistan'dır, Libya sahrasıdır, Sahil'dir. Yani böyle bir situasyodur. Azerbaycan'da görsün şeyde yazmışam, perspektif. Su mənbələrindən uzaqlığı var, burada bir xəritəmiz var, belə görürsünüz burada. Kür sayıda, Aras sayıda, su qovuşan bölgədə düzdür, bizim region harcı buradadır, düzdür, yaşadığımız.
böyük su çaylarından Arazın özü böyük su çayı deyiləsində. Düzdür, buradan keçir. Amma böyük su çayı deyil, əsas Kür. Və burada olan kanallar nə deməkdir? Düzdür, Araz var, amma bu suyu müəyyən adından sonra getmir axı. Su kanallarından da, böyük su kanallarından təsərrüfatların çoxsu uzaqdır. Yəni o suyu öz təsərrüfatda fermer aparmalıdır. Eləsi var yaxında, eləsi var uzaqdır. Hündürdən gedirdir, beton. Yoxsa biz ondan istifadə edə bilmirik. Bilmiyorsun. Bərbad gündə də. Şimdi bəzi yerlər var, istifadə edirlər. Necə, eləyə bilmirlər. Amma o istifadə üçün elədir. Bəziləri müəyyən bir hissəsini istifadə edirlər, böyükləri qırıldıca, ondan sonra su aparmaq olur. Yəni əslində beton kanalı deyil. Adam bir kənddə biz bir dəfə görüşdük, orada da sizin kimi dostlarım var. İkimizdə o 100 qurba, əleyhlə gelib, dəlizən çoxdan olur. Gidib çıxarmaz. Su daim gedir orada. Bizdə indi bu il daim var və başqa vaxtda Bunlar neçə il suyla bağlı bir çox ciddi şəkildə problem yaşayır. Bizdə bu il gəlir. O kənddə də Ağdərədə rahat bir yoldaş var da sanki. Ne derdi o bize mümkün. yox deyirlər, mümkün deyil. Bu Hatta suyun mənbəyi yoxsa mümkün deyil. bu illəri özü tarixində yerdə deyir ki, Məhəmməd müəllim, təzə ideya var beynimdə. Yəni o şeyləri biz bir yerdə eləyə, artıq orada Dəfn çalmışlar. yoxa cəmaat başa düşür ki, mümkün bəlkə nə bilirsən, sabahların bir yaxşı bir şans gətirdim, bu layihənin dalıyla bir layihə gəldi, dedi ki, bunun 2 kilometrin biz eləyir, 1 kilometrin kənd əhalisini. Bizə cavabını aldı müraciətlərimizin qarşısında. Ki, dövlət layihələşdirib onu yaxın gələcəkdə dəyişiləcək yutan. Bu belə aksaktan sonra. Sizin bu müəyyən işlər görməkdə, ki, partiyanın qurbanın orada çəkilməyində, ya bizim beşonqaran, özünüzün sizin təşkilatlara bağlılıq var ki, bu cəmaatda kimizdə bir kömək və yaxud da nə bilim, müddətli kredit kimi ya nəsə bir şey. Biz kredit vermirik. İqtisadi inkişafa və aqrar layihələrə dəstək. Bu təşkilatı yaradır 42 nəfər vaxtilə Moskvada Timrezovna Kənd Sənəti Akademiyasını bitirən məzunlar. O cümlədən yaratmışıq ki, Mən düzə əvvəldə Biz deyək ki, bu şeyləri Mən o sualı vermədim, daim mübarizəsi. Mən əvvəl fikirləşmişdim ki, qeyri-hökumət təşkilatıdır. yəni dövlətin layihəsi, onun iqtisadi inkişafa və dövlət qeyri-hökumət təşkilatı agentliyi xətti ilə o dövlətin daxil. Yəni pulu bizə birbaşa verirlər, onun vasitəsilə. Aydın. Ümid edirəm ki, bu bizim təşkilatın qeyri-hökumət təşkilatı olmağını, yəni ki, işimizə Sonra belə olsuzsa, belə pis mənada başa düşmür. Burada olan sözlərin, cümlələrin artıq 70-80% biz hər gün fikirləşib, dəftəşib veririk. Sən o canlılar duranda yerə çay içmişsən. Gün orta da istəyirsən ki, nahar edirsən, axşam da istəyirsən, normalda. Bu heyvandır, bitki demək. O gözləmir, sən deyirsən ki, yox, səhər eləməyəcəm, yaxşı, mən dedirəm, falan yerə tuvalı edirəm, axşam edirəm. Sən o su rejimi pozdur. Bu zaten pozuldu. Biz zaten pozulur. Daim yaxşı, burada daim bizdən əvvəl postlansın. Təcrübəsi çoxdur. Degradasiya olunmuş torpaqlar məhsullardan 15-20% daha aşağı olur. Su daha çoxdur, yüksəkdir. Kritik dövrlərdə məhsul itkisi 40%-a qədər azalır. Görürsün necə fərqlər. İndi burada bir ikinci bir dənə cədvəl var. Yeni nəsə bir ideya lazım, deyəm burada düzəliş edir. Temperatur artması. Yay aylarında həmişəki nisbətən bizdə artıq temperatur 2-4 dərəcə artır. Yüzlü bundan əvvəlki nisbətən. Bu şuranlaşması nəticəsində məhsuldarlıq 25-40%-ə gəlir.
buxarlanma sayı nəticəsində daha 10-15% azalır. Və nə qaldı ki burada? Su çatışmazlığı da ki, ümumiyyətlə, sən deyən ki, arxa su gəlmirsə, 30-50%. Getdi ki, da rəhsul. Bizdə il olub beton kanal çəkilən, belə 100% Su üçün müxtəlif metodlardan istifadə olunur. Baxın, bəziləri gecə sularında. Getdikcə çoxdur. Torpağın özü mum çalmaq olar. Torpağın elə bil ki, küləşin müəyyən hissəsini sonra torpaqda saxlasın. Baxın, bunun əhəmiyyətinə. Biz biçdik, arpa bulduğunu. Qərim deyirlər, bəzilər küləşdir, düzdür. Onu yığdı və getdi. O müəyyən hissəsi sahədə qalsa var. Baxmayaraq ki, o orada bilsinlər oluyor. Küləşdirir və getmiş ki. Torpaqda, torpaq üçün, bitki üçün faydalı olan mikroorganizmlərin ölmədən qoruyur. O mikroorganizmlərin axırını çıxır. Sonra deyir ki, peyin olsaydı, gətirib kökərdi, torpağın yaxşılıqlar. Amma biz ona bir arada spiçka vurub yandırırdılar. Ümumiyyətlə olmaz. Amma o deyildi, Kəndlər Nazirliyində. Bunun qarşılanır. Ondan da mən də öz fikrimdə baxıram ki, bu biraz indikindən yaxşı nəticə verər də. Əlbəttə, biraz yaxşı nəticə Çünki orada bir məsul şəxs olacaq və bu suvarmanı, gübrələməni, nə bilim, kultivasiyanı yəkin vaxtında həll edə bilir. Bizə məsul şəxs axırda gəlir, qurbanlıq olur. Ancaq reallıq budur ki, onun üçün gərək bir balaca dəyişikliklər təbii ki olur. Bax, oturanda gəlin birlikdə bu transformatoru düzəldək, bu kənddə bu körpünü düzəldək. İcma üzvləri ora müəyyən qədər vəsait kömək eləməlidir və yaxud da işçi bölməsidir. Cəmaət dedim, nə danışsan? Elin sənələ, mənim sənələ. Yadınıza düşür. Amma bu günləri bizim icma adamlarında eşələr dedim ki, bilirik də elə də olmalıdır. Bir əstəkan köksər, heç qəlbin hissələr. Amma məsələn, taxıl əkənlər var, pərəvəz əkənlər var. Onlar birləşdirib əkirlər. Birləşdirib əkirlər. Eləsi var ki, heç bir növrə sahəsi alır. O daha rahatdır, onu birləşdirir. Daha rahatdır, daha effektivdir. Xərcə azdır. Biri var ki, dərman üçün siz gedirsiniz, ya Cəllabada, Sabirabada, Statlı, İlişliyə, ya Bakı versin, oradan gətirirsən. Ayrı birisi taksiyə verib dərmanı alıb, deyir ki, alın 15 manatı, bunu filanısa çatdır. Müxtəlif əziyyətlər var da, azabı. Deyək ki, mənim 10 hektarın ərazində 10 nəfərin partiyası var. Bəli. Bunumuz da ailələrində gedib göbək gətirildik, toxumalı gətirildik və hər birimizin hektarın arasında bir tirə bir arx var. Onun atmasına şərait yaradılır. Bu trenin biri deyil, oraya ikisi lazım olan, biri o qırardan, biri o qırardan. Məsələn, el olanda, burada su itkisinin qarşısının alınmasının metodlarından biri kimi, mən də indi bu hadisa hatırladım, lazer hamarlama yazılır. Əgər onu sən torpağa bir neçədən birləşdirsənsə, lazer hamarlama çox asan da olacaq. Bu maşın o maşın kimi. Sonra hətta bilmirəm, o Azərbaycan ilə vaxtsa gəlib çapar ya çatmaz. Hər Uqamda bir dənə layihəm var, köy bank var, onun mən təşkil elədik işlər, onlar qəbul edir. Dedim, vətəndaşa yox, sahiyə verirsən krediti. Əlbəttə qəbul elədim. Bir aylarla danışırlar, söhbətlər, bir nəfər elə məsuliyyət kimi olur. Bu günləri çox görəmiş. Bir də orada gəlir. Kreditlərdə əsas problem nədir? Kreditdə? Bank kreditləri. Gecikmə, düzdür. Gecikmə nədən yaranır? Kredit təyinatı üzrə istifadə olunur. Burada icrası yok. Kreditlər yazılır. 5 ilə yazılır. Burada da bu bank. Burada iləklər var. Əlqəli bitkilər var. Mən inşallah bir-iki yerdə, belə deyək, 20 kvadrat yerlərdə əkmişəm bəzi bitkilər var, hansı ki çox bahalıdır. Məsələn, kiya toxumları, kinoya, süpermarketdə görsənir, mən görürəm. Sonra ədviyyat bitkilərdir.
Bizim Azərbaycan şəraitində torpaq o qədər azdır ki, bizim bu elə taxıl əkmək, mən yavaş-yavaş mən başlamışam fikirləşməyə ki, deyəsən bizim millət təmbəlliyindən. Təmbəlliyindən onu əkir ki, 8-7 ilə gələni baxarız, nə çıxar kampaniya. Biz yerin hər kvadrat metri bizim üçün bilsən nə olmalıdır, nə qədər dəyərli, nə qədər dəyərli olmalıdır. Ona görə o bitkilərdən əkmək lazımdır. Yavaş-yavaş onlara keçmək lazımdır. Mən düz istəyirəm. Reyqras qoxdu bu arazosunda hardasa sıras gəlmişsə, əkin yeri var, yəni Hansı? Reyqras. Südotdur. Reyqras. Bəli. O təbiətdə bizdə tutulur. Təbiətdə, bəs onun, mən baxıram intensiyonu, onlar deyirlər ki, o təbiətdə olanlar bundan deyirlər. Bizim əkdiyimiz mədənidir bu. O düzdür. Biri var yabanı forması, biri var mədəni. Qış aylarında effektiv olduğuna görə. Bir də Azərbaycanda, bu əslində bilsən də yoxdur. Mən şübhələnirəm ki, yəni ehtimalım var da, o yemliklə bir sinifə aiddir, botanik olaraq. Yemlik tanışır. Yemli də Azərbaycanda Arazon o yemçilik üçün də həm də dietik şeylərin əsasını təşkil edir. Yavaş-yavaş elə şeylərə keçmək lazımdır. Yəni ki, bəsdir, nə qədər? O mənə düz istəyirəm. Hektardan bir bunker götürə, arpa əkmək, bəsdir. Məsələn, biz avqust ayının axırlarında xəsilli arpa əkirik. Onun əvəzində ona əksək, onun hansı daha effektivdir? Protein baxımından, yem Onu baxımından. bizdə dəfə. Kimsə qoyulur. Necə ki, məsələn, yolca sahəsində qoyulurlar. Əgər tələb edəcəksə, onu da qoyulmaq lazım. Amma o şeyləri başlamaq lazımdır. İnternetlə sifariş edər bir paket gəlsin. Mən onu sifariş eləmək istəyirəm. Mən özlərindən soruşuram, amma onlar deyirlər ki, heç bir problem yoxdur. Məsələn, qış aylarında, payız qış aylarında daha rahat istifadə olunur. Məsələn, tez göyərir. Heyvanlar üçün daha yaxşı deyir. Düzdür. Yoldan qorulur. Qoğu işi bir şey değil mi? Bəli. Yaşlı yoxdur. Paxlanın qoğuludur. Paxlanın bitkilər də hamısı torpağa azotla zənginləşmiş. Qida elementlərindən. Yavaş-yavaş hərsin öyle bilirsən ki, elə heç şey yox. Ara supermarketin zavoduna zəng elə. Söküz məndə burada mərcilər var. Bu var bizim təcrübə etmədə şeylər. Amma oca toxumlular üsbət eləmişsən. Yaşıl kütülər kimi bəli. Ot kimi. Yem ki. Yem kimi. Maraqlıdır. Amma bizim də işlərimiz var da. Hələ, yəni ki, nəvdi qoyub isyan, çöldə prez var atıracam. İndiki halda arpanın küləşi. Həm elə bir vəziyyət. İnşallah, Allah hamını qorusun, işin Sizin köməyinizi əsirgəmdir.